İndiki dövrdə bu məsələyə münasibətdə iki nöqteyi nəzər ortaya çıxıb. Birinci nöqteyi nəzər deyir ki, Qurani-Kərimi oxumaq lazımdır. Əsas oxuyaq, nə qədər çox oxusaq, o qədər çox savabdır və s. və laxır. İkinci nöqteyi nəzərin məzmunu bundan ibarətdir ki, yox, Qurani-Kərimi başa düşmək lazımdır. Qurani-Kərimin mənasını başa düşmədən oxumaq insana fayda verməz. Nəzərə alaq ki, hər iki nöqteyi nəzərin yanlış və doğru tərəfləri vardır. Biz Qurani-Kərimi həm oxumalıyıq, həm də başa düşməliyik. Oxumalıyıq, hətta mənasını başa düşmədən. O mənada ki, biz ona ibadət gözü ilə yanaşırıq. Qurani-Kərimi oxumaq ibadətdir. Qurani-Kərimin mənasını başa düşmədən oxusaq belə Allahla bütünləşə bilirik. Daxilimizdə biz imanın artdığını hiss edirik. Nə üçün? Çünki Quran Allahın kəlamıdır. Dəyişilmədən o bizə gəlib çatmışdır. Yəni, Allah Qurani-Kərimi Cəbrailə, Cəbrail Məhəmməd Peyğəmbərə, aleyhissalatu vəssaləmə, o isə bizə oxumuşdur. Deməli, mən mənasını başa düşmədən ərəbcə Quranı oxuyarkən belə bir hiss içərisində oluram ki, mənim bu tələffüz etdiyim cümlələri, sözləri Allah da tələffüz etmişdir. Həzrət Məhəmməd də tələffüz etmişdir. Bu vaxt mənimlə Allah arasında isti, səmimi, yaxın rabitə yaranır. Və bu rabitədə müqəddəs dövrələr var. Allahın dövrəsi, Həzrət Məhəmmədin dövrəsi, Cəbrailin dövrəsi, bir də mənim dövrəm. Bu dövrələr iç-içədir. Bu insana sakral olaraq xüsusi hisslər bəxş edir. Əlbəttə ki, biz dəyişilmək üçün, həyatımıza istiqamət vermək üçün Qurani-Kərimi başa düşməliyik. Ümumiyyətlə, oxumaq deyiləndə o mənaya gəlmir ki, mən onu başa düşmürəm. Məsələn, deyir ki, sən mənim göndərdiyim məktubu oxudunmu? Deyirəm, bəli, mən məktubu oxudum. Bu o demək ki, oxudum, həm də başa düşdüm. Amma təəssüf ki, müəyyən vaxtdan sonra müsəlman dünyasında da oxumaqla başa düşmək arasında fərq qoymağa başladılar Qurana münasibətdə. Əsas diqqət verildi Qurani-Kərimin oxunulmasına, təcvidə, məxrəclərə və s. və laxıla. Bunlar lazımdır. Bu Qurani-Kərimin orijinallığına, tilavət qaydalarına ehtiramı ifadə edir. Çünki Peyğəmbər də bu cür oxuyub, Cəbrail də bu cür oxuyub və bu bizə gəlib çatmışdır. Ona görə də ibadət məqsədi ilə Quran oxuduğumuz kimi, əlbəttə ki, Quranda nəyin yazıldığını, Allahın bizdən nəyi istədiyini bilmək üçün onun həm də mənasını başa düşməliyik. Bəli, gündə məsələn bir səhifə Quran oxusaq, oradakı hərflərin sayına uyğun olaraq savab qazanırıq. Eyni zamanda biz o səhifədə yazılanları başa düşməklə Qurana dair biliklərimizi artırırıq. Mümkündür ki, həmin biliklərdən biz həyatımıza istiqamət vermək üçün, həyatımızı yeniləmək üçün, başqalarına münasibəti düzəltmək üçün, günahlardan uzaqlaşmaq üçün istifadə edirik.